Bugün sizlerle beraber yine yeni bir video ile qabağınızdayım. Bugün size 8-ci ilə özəl güncəlləmələrdən danışacağım. Video keçməzdən əvvəl sizə yeni klandan danışmaq istəyirəm. Klana girək. Gördüyünüz kimi bu azad dinamik qaydasında klanımız bir səviyyədir. Klanı yüksəltmək üçün güclü, özünə güvənən oyuncular lazımdır. Hamınız neydi? Neyse. Keçək videoya. Gördüyünüz kimi mənim profilimə gəlirsiniz. Burada aydım da buradadır da. İstər listəmə gəlirsiniz. İstər listemdə yeni güncəlləmələr aid kostümlər, silahlar, hamısı burada var. Hamısı yoxdur. Göz kimi belə bir kostüm gələcək yeni güncəlləmədə. Belə bir başı var. Qalanı da yəni dəsti. Sonra Free Fire Squid Game-lə işbirliyi imzalayıb. Göz kimi belə kostümlər gələcək. Oyuncu kostümü. Orada ağac yanında durandır. Bunlar. Və görürsünüz ki, bu tunk sahurdur. Bu görevlər içərisində veriləcək. Görevlər tamamlayaraq bu tunk sahuru ala biləcəyik. Burada gördüyünüz kimi burada kanunsuz var. Kanunsuz tamamlayacaq. Burada siyah kanunsuz gələcək. Altın kanunsuz. Görürsünüz kimi bu ifadəsidir. Nədir burada kanunsuz? Belə bir kanunsuz gələcək. Baxın sizdə. Gördüyünüz kimi belə bir savaş kartı var. Ona özel belə bir giriş animasyonu var. Bu ifadə. Gördüyünüz kimi yaxşı bir ifadədir. Ondan sonra biraz keçib baxaq. Baxırıq, görək burada başqa nə ifadə vardır. Bu ifadənin gəlməyi hələ dəqiq deyil, amma bu ifadə gələ bilər. Sonra belə bir ifadə gələcək. Sonra bu ifadə. Gördüyünüz kimi yaxşı ifadə. İkidə digər güncəlləmələr. Gördüyünüz kimi Free Fire'da artıq uçaq olmayacaq. Yəni bəlkə oldu deyəndə bəlkə sürəklə də, amma ömürlük də ola bilər. Gördüyünüz kimi təyyarə yerinə artıq qatar əvəz olunur. Xəritələrdə artıq qatarlar mövcud olacaq. Bu qatarlara minərək sizi bir içəriyə götürür. Harasa götürürsə, orada siz adamların hamısını öldürdükdən sonra sizə silahlarınız isabətli olur. Ondan sonra bu qatarı hər 46 saniyədən bir qatar keçir. Neyse, qatarla bu qədər idi. Sonra keçək digər ücretsiz qardiyanımız, ücretsiz kostümümüz, ücretsiz bayrağımız, avatarımız və simvolumuz var, mövcuddur. Ondan sonra digər bir etkinlik içərisində görev olunaraq sizə ifadə, silah veriləcək. Gördüyünüz kimi bunları görevlərlə eləyəsiniz. Oynayaraq, oynayaraq bunları ala bilərsiniz. İndi keçək sihirli küpə. Gördüyünüz kimi keçən dəfə kimi bu dəfə də bizə pulsuz sihirli küp verilir. Bu sihirli küpün gəlməyi çox böyük ehtimalla gələr. Tarixini deyim də, tarixi iyunun 6-sı 8-i gəlməlidir. Ilının 6-sı 8-i gəlməlidir. Siz bu küpü görevlərlə
buyruq oynayaraq, iç oynayaraq ala bilərsiniz. Sonra başqa nə qaldı? Sonra heç nə. Bu videomuzun da sonuna gəldik. Sağ olun, salamat qalın. Aşağıdan abunə olub, like atmağı unutmayın. Gələn videoda görüşənədək.